Assalamu aleykum və rahmetullah və barakatuh, əziz kanalımızın izləyiciləri. Bir məsələyə toxunmaq istərdim. Siz bilirsiniz ki, mən o mövzuya toxunuram ki, hansı ki tez-tez görürəm ki, suallar verirlər. Kanalda, YouTube'da kommentlərə bəzilərə üzürlü sayın cavab verə bilməsəm də, çalışdığım qədər vaxt edib cavablandırmağa çalışıram. Deməli, tez-tez verilən sual, daha doğrusu iddia edənlər var ki, beyin qurdunu müalicə etdim və s. kimi ifadələr söyləyirlər. Beyin qurduya qarşı, beyin qurdu məsələsi bizim kanalda bu haqda videolar çox çəkiliş etmişəm. Yəni çəkiliş etmişəm, geniş ətraflı məlumat vermişəm. Amma bu günləri bir cədvəl hazırlamışam ki, senirozla, məsəl üçün, esterozun fərqində olasınız, yəni biləsiniz. Yəni onlar nə ilə fərqlənir bu xəstəliklər? Və ona uyğun bir cədvəl hazırlamışam. Yəni ki, hər kəs, belə deyim, hər kəsə aydın olsun. Yəni bu xəstəlikləri fərqləndirə bilsin. Deməli, qoyunlarda esteroz və seniroz çox vaxt cerebrospinal qurd beyin qurdları, yəni qidə deyilir. Yəni Coenorus cerebralis kimi də tanınır. Tam fərqli xəstəliklərdir bunlar. Amma bəzi simptomları oxşar olduğu üçün bir-birinə qarışdırılır. Yəni gəlin aydın şəkildə fərqləndirək. Yəni mən bunu dəfələrlə vurğulamışam. Yəni onlar simptomlar oxşuyur, bəzi ona görə insanlarda çaşqınlıq yaranır. Bu esterozla seniroz bəzi görürsünüz ki, simptomlar eyni olur. Ona görə bir qismi bilmir ki, məsəl üçün esteroz nə xəstəliyidir, nədən yararlanır, yəni bu xəstəliyi nə törədir və ona görə çox vaxt beyin qurdu ilə bunu səhv salırlar. Və yenə mən davam edirəm. Esteroz, yəni ilk öncə esterozdan, yəni esteroz özəy, belə deyək, qurdlaşması, oestrus ovis, yəni adı belə gedir. Yəni diqqətlə qulaq asın, lazım olsa bu videonu da saxlayın ki, yəni biləsiniz, yəni heyvanlarda, yəni profilaktik necə aparılmalıdır, onu yəni artıq biləsiniz ki, yəni belə bir problemlərlə üzləşməyəsiniz. Deməli, bu xəstəlik burun və sinuslarda olan milçəklərin oestrus ovis süfrələrindən yaranır. Yəni beyinə girmir, ancaq baş nahiyəsinə təsir etdiyinə görə bəzən beyin xəstəliyi kimi görünür. Yəni diqqətlə qulaq asdınız yəqin ki, esterozun simptomları burundan axıntı, selikli və ya irinli, tez-tez asqırmalar olur, qoyunun burnun yerə sürtməsi, nəfəs alma çətinliyi, xırıltı, başını yelləmək, sinuslarda ağrı olduğu üçün çox inkişaf edəndə göz sulanması, iştahsızlıq olur. Deməli, başda dövrə vurma, koordinasiya pozğunluğu, iflic esterozda olmur. Yəni, bildiniz necə? Yəni esterozda bunlar olmur. Yəni, bu pozğunluq olmur. Məsələn, iflicdir, yəni bunlar olmur. Senirozun fərqi. Beyin qurdu Coenorus tenia multiceps, yəni bu xəstəlik itlərin bağırsağında yaşayan lent qurdunun süfrələrin qoyunların beyninə düşməsi ilə yaranır. Aydındır? Yəni fərqi hardasa hiss etdiniz də, yəni biri var burunla əlaqədardır, hansı ki o beyinə getmir, amma senirozda artıq o beyinə düşür. Senirozun simptomları. Simptomlar tam olaraq beyin zədəsi kimi olur. Qoyun dairəvi hərəkətlə gəzir, dövrə vurma olur, bir tərəfə yıxılma, başın yuxarı saxlanması və ya yana əyilməsi, koordinasiya itir, yeriyə bilmir, ayaqları sərt olur, görmə zəifləyir və ya tam kör olur heyvan, qulaqların asılması bir tərəfdən, ətrafların iflici, qoyun donub baxır, reaksiya zəifləyir. Bu simptomlar yalnız beyində kist olduğu zamanı yaranır. Esterozda belə olmur. Yəni, yəqin ki, aydın oldu sizə, yəni bunların fərqləri. Qısa bir fərq cədvəli. Məsələn, xəstəlik səbəb harada olur? Yəni, buna da diqqətlə qulaq asın. Bu xəstəliyin birinci, zaten bilirsiniz ki, hər şeyin bir səbəbi var. Esteroz, oestrus ovis milçəyi, burun, sinus, burun axıntısı, asqırma, nəfəs problemi, baş ağrısı, seniroz, Coenorus tenia multiceps itdən keçən lent qurd. Yəni diqqətli qulaq asın.
fərqləri hiss elədiniz. Beyin dövrə vurma, korluq, iflic, balansızlıq. Hansı daha təhlükəlidir? Esteroz narahatlıq yaradır, amma adətən öldürmür. Diqqətli qulaqsınız buna. Yəni təhlükəli deyil, öldürmür. Heyvanda narahatlıq yarada bilər, heyvanı iştahdan kəsə bilər və s. Amma öldürmür və onun müalicəsi var. Davam edirəm. Esteroz narahatlıq yaratmır və müalicəsi ivermektinlə mümkündür. Yəni bunu dəfələrlə mən digər videolarımda qeyd etmişəm. Deməli, seniroz beyində kis yaradır. Yəni seniroz kis yaradır. Bilirsiniz, kisdir. Yəni o da mən dəfələrlə vurğulamışam. Su yığılır. Yəni kis də nədir? Sudan ibarətdir. Yəni müalicəsi çox çətindir. Əksər hallarda heyvan ölür. Yəni görürsüz, yəni bu dəfə də mənim dediklərim təsdiqlənir. Qoyunlarda esteroz və seniroz beyin qurduları kimi xəstəliklərin qarşısını almaq mümkündür. Əsas məsələ profilaktikanı düzgün qurmaqdır. Mən hər dəfələrlə vurğulayıram. Yəni düzgün profilaktikanı təyin etsəz, yəni qursaz, bu problemlər aradan qaldırılar inşallah. Aşağıda ən effektiv və təsdiqlənmiş üsulları qeyd edəcəm sizə. Yəni, deməli, esterozun oestrus ovis qarşısının alınması. Esteroz burun sinus qurdudur və milçəklərin burnuna süfrə atması ilə yaranır. Ən güclü profilaktika antiparazit müalicəsidir. Birinci, yəni dəqiq qurd dərman cədvəli olmalıdır. Yəni siz həmişə cədvəl olmalıdır sizdə. Yəni biləsiniz ki, yəni siz bugün məsəl üçün filan vaxtda, filan tarixdə buna qarşı tədbir gördünüz. Yəni bu cür sizin özünüzə də rahat olacaq. Məsələn, esteroza qarşı ən effektli dərmanlar hansıdır? Bunu qeyd edin, yaza bilərsiniz və yaxud fərqi yoxdur. Yəni videonu saxlaya bilərsiniz ki, özünüzdə daimi hər dəfə axtarmayasınız məsələn. İvermektin 1%, Doramectin, Dectomax, Ivomec, Closamectin, fərqi yoxdur. Ümumiyyətlə, şərt mən məsəl üçün sadaladığım dərmanlarda deyil. Məsələn, siz keyfiyyətə üstünlük verə bilərsiniz. Yəni keyfiyyətə üstünlük verin həmişə. Yəni 5 manat, 10 manat bahasına alın, amma biləsiniz ki, təsirini görsəsin. Nəinki gətirəsiniz, ucuz alıb vurasınız, o təsirini görməyəsiniz, yəni boşuna pulunuz gedəcək. Deməli, tövsiyə olunan istifadə ildə 2 dəfə olunmalıdır. Yəni, ildə 2 dəfə, 6 aydan bir. Yazın əvvəlcə, amma o, yenə də deyirəm, bu fərqli ola bilər. Yəni, baxır bölgələrə. Elə bölgələr var ki, məsəl üçün orada qoyunlar, məsələn, heyvanlar daha tez məruz olurlar, məsəl üçün bu parazitlərlə qarşı, yəni daha tez yoluxurlar. Ona görə elə heyvanlar, elə yer bölgə var ki, hətta 3 aydan, 4 aydan bir bu tədbirləri görməlisiniz. Payızda, məsəl üçün, sentyabr-oktyabr ayında bu dövrlərdə düzgün fəallığı ən yüksək olur. Aydın oldu sizə. Təmiz saxlanma, mütləq. Təmiz saxlanma, gigiyena, bunlara ümumiyyətlə üstünlük verilmək lazımdır. Yəni, heyvan da deyib keçmək olmaz. Sən bundan məhsuldar almaq istəyirsənsə, yaxşı quzular almaq istəyirsənsə, qazanc əldə etmək istəyirsənsə, bunlar riayət olunmalıdır. Necə ki, başqa digər işlərdə, həmçinin də heyvandarlıqda. Axırı tez-tez təmizləmək lazımdır. Nəcis və çirk yığılmasına imkan verməmək lazımdır. Su qablarını tez-tez dəyişmək lazımdır. Ətrafda milçək tələləri və ya spreylərdən istifadə etmək lazımdır. Deməli, ağır esteroz olan sürülərdə əlavə profilaktika. Yazda qoyunları burun sahəsi üçün xüsusi insektisidlə çimizdirmək lazımdır. Qoyunları günorta vaxtı açıq günəş altında yığmamaq. Milçəklər aktiv olur onda. Deməli, seniroz, beyin qurdunun seniroz qarşısının alınması. Bu xəstəliyin yeganə səbəbi itlərin, yəni dəfələrlə mən bunu vurğulamışam, bunun səbəbi itlərdir. Çöldə yırtıcılardır, çaqqaldır, canavardır, fərqi yoxdur. Yəni, onu mən dəfələrlə vurğulamışam, əvvəlki videolarıma da baxa bilərsiniz. Bu xəstəliyin, demək, bağırsaqda yaşayan Taenia multiceps lent qurdudur. Sürü burnu ilə, su ilə deyil, itdən keçir. Bu, itdən keçir. Yəni, dəfələrlə mən bunu vurğulamışam. Ona görə də qarşısını yalnız 3 üsulla alınır. Hansı üsullardır?
itlərinizə qurd dərmanı vermək ən vacib. Yəni məsəl üçün saxladığınız itlərinizə, çünki ən çox tez-tez sizin heyvanlarınız saxladığınız itlə təmasda olur. Həyət olsun, ferma olsun, fərqi yoxdur. Və it bilirsiniz ki, pişikdən fərqli olaraq məsəl üçün it biraz natəmiz heyvandır. Yəni, pişik məsəl üçün hardasa nəcisini bastırır, qazır və s. Amma itdə elə deyil. Yəni it harda gəldi, ifraz edir və salam çıxdı getdi. Nə örtmür, nə bastırmır. Ona görə çox təhlükəli olur. Yəni bu birinci itlərdən keçir. Bu xəstəliyin sürüdə yayılmasının səbəbi, 90% səbəbi itlərdir. Qurd dərmanı verilməməsidir. Aydındır? Yəni itlərinizə belə başlasınız qurd dərmanı verməyi və profilaktik heyvanlara tədbirləri görürsünüz. Belə bir problemlə qarşılaşmazsınız inşallah. İtlərə hər 3 ayda bir, məsələn, aşağıdakı mən sizə qeyd eləyəcəm, dərmanlar verilməlidir. Dəfələrlə vurğulayıram, hansı tərkib olmalıdır. Parazquantel ən güclü və məsləhətlisi odur. Parazquantel yalnız istər qoyunlara, istər itlərə parazquantel tərkibli profilaktik yəni beyin qurduna qarşı sırf bu tərkib olmalıdır. Purantel, prazquantel kombinasiyası, məsəl üçün Drontal plus, Kanguantel və s. kimi fərqi yoxdur. Yəni yenə deyirəm, baytar həkiminə müraciət edirsiniz, deyirsiniz ki, mənə parazquantel tərkibli, keyfiyyətli dərman ver. Bir it müalicə olunmadığı halda bütün sürüyə infeksiya buraxır. Bircə dənə it kifayət edir ki, həmin bu infeksiyanı sürüyə yaysın. İtlərin qoyun çiftini yeməsinin qarşısı alınmalıdır. Baxın, çoxsu buna riayət eləmir də. Yəni burada çifti götdü, heyvan it atdı, qətiyyən olmaz. Qoyunlar doğanda cift plasenta yerə düşür. İt bunu yeyərsə lent qurdunun həyat dövrü başlayır və sonra qoyunun beyninə kis düşür. Aydın oldu yəni səbəbi. Yəni mən sizə detallıqla bunu video biraz uzun da olsa, bunu sizin xeyriniz üçün mən bu videonu çəkirəm. Ya zaten yəni mən bunu bilirəmsə, yəni deyərdim ki, mənim neyimə gərəkdir, amma yox. Həm bizim YouTube-un kanalı, kontent üçün yəni yaxşıdır bu, həm də ki insanlar maariflənir. Hardasa inşallah yaxşılıq etmiş oluruq. Yəni daimi həmişə baytar həkimlərdən asılı olmayasınız. Çünki bəzilərini gedəndə heç özləri də bilmir. Sual versən ki, bəs beyin qurdu və demir ki, məsəl üçün bunun fərqi var, budur. İzah eləmirlər sizə. Yəni bu dərəcədə aydın şəkildə sizə izah eləyən yoxdur. Ona görə bizim kanaldan yetərli qədər yararlanın. Deməli, ölmüş qoyunların baş hissəsini itlərdən qaçırma, qətiyyən verməyin. Xüsusən bu sinirozdan söhbət gedir. Əgər siniroz xəstəliyinə yoluxubsa. Sinirozda qoyun öldükdə beyni kist olur. İt onu yeyərsə xəstəliyin dövrü yenidən başlayır. Yəni ölmüş qoyun başları ya yandırılmalıdır, ya da bastırılmalıdır dərin. Aydın oldu sizin. Yəni siz bu inkubasiyanı daha da genişləndirməmək üçün xəstə heyvanı təzədən itə yedizdirməməlisiniz. Yəni başını aydın oldu yəni. Çünki bu təzədən siz bunu genişləndirdiniz. Bu xəstəliyi yayırsınız belə deyək. Ona kömək eləyirsiniz yayılmasına. Deməli, profilaktika cədvəli isə. Qoyunlar may ayında ivermektin, qeyd edeyim bunlar hamısını. Sentyabrda ivermektin, martda əlavə profilaktik bölgədən asılı olaraq, yenə də deyirəm, bölgədən asılıdır. Və itlərə 3 aydan bir parazquantel tərkibli preparat verin, yəni dərman verin. Deməli, yəqin ki, anladınız, yəni mən hələ az da olsa belə, az deyəndə ki 13 dəqiqə də artıq ki, yəni video çəkiliş gedir. Nəysə çatdırmağa çalışdım, ona görə bəzilərinə mən bunu niyə görə çəkirəm ki, niyə görə çəkiliş edirəm ki, bəziləri bunu fərqində olmur. Yəni sinirozla esterozun fərqini bilmir. Və dediyim kimi, bax cədvəldə hazırladığım cədvəldəki kimi, yəni esterozu müalicə edə bilirlər, yəni o belə təhlükəli deyil, öldürmür. Adi, elementar ivermektinlə sən heyvanı müalicə edə bilərsən. Hətta biraz geciksə də, görsün ki, heyvanda nəsə simptom var, problem var, yəni və esterozda simptomun birinci növbəsi, yəni orada qeyd elədim. Askırmadır, burundan irin gəlmədir, burunu yerə sürtmədir. Sanki adi insan allergik olanda askırır məsəl üçün, burunda
qaşıntılar olur və s. Eyni bir şeydir, yəni simptomları göstərir. Bu halda müalicə edə bilirsiniz. Sadəcə ivrimik üçün vurmaqla siz heyvanlarınızı müalicə edə bilirsiniz. Amma sinerozda artıq heyvan yoluxubsa, yəni çətin məsələdir. Yəni çünki bu təcrübəyə də bəzi təsərrüfatçılarla da bu haqqda söhbət eləmişik, müalicə yəni etməyə çalışıblar. Mən özüm də yəni heyvanda hiss eləmişəm, müalicə eləmişəm. Yəni bir xeyri olmayıb. Yəni mən qeyd eləmişdim bir videoda ki, yəni onun bircə dənə müalicəsi var, o da əməliyyatdır. Onu da bizdə eləmirlər və bildiyimə görə hətta çox bahalı əməliyyatdır. Yəni heç ona görə ona heç kəs yəni belə çıxmasın, onu eləmir. O yüzden mən sizə sadəcə o bəziləri ki, deyir ki, yəni biz boşu-boşuna bu kanalı işlətmirik, boşu-boşuna bu çəkilişlər eləmirik. Nəyisə araşdırırıq. Neysə bilirik ki, biz deyirik. Yəni özümüzdən, öz ağlımızdan heç nə demirik ki. Yəni belə çıxmasın, təkiyə kontent olsun, mən video çəkim, boş-boş danışım başqaları kimi. Boş danışmırıq ki. Bunu sizin üçün eləyirik də. Yəni nəyisə bilib, izah edib sizə çatdırırıq ki, siz də faydalanasınız, maariflənəsiniz. Hardasa həkimlərdən asılı olmayasınız. Yəni əzizlərim, ona görə bunu dəyərləndirin. Baxıram ki, yəni həqiqətən, yəni mən çalışıram, mən vuruşuram, amma yenə də orada bundan nəticə çıxartmaq əvəzinə insanlar başlayırlar özlərini orada ağıllı göstərməyə. Demirəm, tək olsun. Tək ki, bizdə yəni paxıllıqdır, belə xainlikdir, elə bir şeylər yoxdur, məsəl üçün. Buyurun, siz də bilirsiniz, siz də kanal yaradın, siz də cəmaata çatdırın ki, cəmaat maariflənsin, faydalansın. Yəni bizim işimiz bundan ibarət. Ona görə yəni sadəcə mən çalışıram, harda yəni belə maraqlı komment, çünki belə kommentlər, belə insanlar sizi çaşdırmasın. Aydındır? Heyvan beyin qurdu, yoluxar, gedərsən, onun dediyi usulla müalicə eləyərsən, həm pulun gedər, həm də heyvan gedər, ortada da bir şey yox. Yəni fərqini bilmək üçün və hansı prinsiplə müalicə etməyin qaydasını da bilmək lazımdır. Mesela körü-körünə mən durum heyvanı müalicə eləyim, olmaz axı, sən ilk növbədə simptomunu bilməlisən. Mütləqdir ki, heyvanın simptomunu bilməlisən. Yaxşı həkimlər varsa dövrünüzdə, yaxşı baytar həkimlər varsa, onlara üst tuta bilərsiniz, onlarla məsləhət edin. Düzdür, yenə belə baytar həkimlər demirəm yoxdur, var. Var, amma indi çoxsu məşğul olur, çoxsu məsəl üçün tam belə işindən dolayı izah eləmir və s. Amma elələri də var ki, nəsə etməyə çalışır. Ona görə həmişə demişəm ki, normal, savadlı baytarlara üst tutun. Və onu da eləyə bilmirsiniz, biz çalışırıq məsəl üçün, biz araşdırırıq, bizim kanaldan faydalanın. Bu qədər. Sadəcə istədim ki, belə bir video hazırlayayım. Belə kommentlərə tez-tez rast gəldiyim çünki, yəni bizim Facebook qrupda da var, yəni bilirsiniz, maldarlıq, heyvandarlıqla bağlı. WhatsApp qrupu da var. Görürəm ki, bəziləri yazır ki, məsəl üçün heyvan belədir, simptom məsəl üçün beyin qurdudur, yazırlar ki, bunu belə elə, belə elə. Görürəm ki, nə qədər səhv məlumat verirlər, necə cəmaatı belə deyim, yanlış yönəldirlər. Olmaz belə. Qəti olmaz. Siz insanlara niyə malına, təsərrüfatına ziyan vurursunuz? Heyvan əgər əti üstündədirsə, biz ki, beyin qurduna yoluxdusa heyvan, artıq düzələn deyil. Heyvan ətini də hətta tökür. Yəni yemir. Bir deyəsən ki, əbi yox, bu yesin, kökəlsin, istədiyim çəkini alsın. Ona görə çalışın, heyvan gördünüz, beyin qurdunun simptomu varsa, artıq yoluxubsa, əti üstündədir, kəsin o heyvanı. Kəsin, ya özünüz faydalanın, ya əti yandır. Sadəcə başından istifadə etməyin elə heyvanın. Qəti olmaz. Ya yandırın, ya da ki, dərin bastırın onun başını. Ya itlərə qəti də verməyin ki, yəni bu geniş yayılması. Bu qədər, üzrlü sayın, biraz video uzun oldu, amma çalışdım, yəni mən bu videonun uzun çəkməsi nədir ki, mən də işimi gücümü atıram, çəkiliş edirəm sizin. Çünki yəni yanlış usullardan istifadə etməyəsiniz. Yəni ən azı biraz informasiya toplayasınız. Şükür Allaha görürəm, insanların bu kanalı izləyəndən sonra maşallah olsun ki, çoxsu maariflənir, çoxsu yəni artıq bilikləri artır. Bu nə xoş bizə ki, bizim kanal sayəsində insanlar maariflənir. Bu qədər. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Kanalımıza abunə olun ki, belə maarifləndirir videonun davamı gəlsin ki, yenə dediyim kimi, hər dəfə təkrar etməyim. Baxıram ki, izləyənlər çoxdur, amma abunə olmurlar nədənsə. Yenə də özlər bilərlər, canları sağ olsun. Biz işimizdəyik, davam edirik.
Allah hər kəsin malına bərəkət versin. Assalamu aleykum və rahmetullah və barakatuh.